Salam möhtərəm həmvətənlər. Hər vaxtınız xeyir olsun, əziz liriklərimiz. Bu sadəcə üçüncü çəkilişimizdir ki, lirikin inkişafına dəstək qrupunun ümumi məlumatları haqqında siz əzizlərin huzuruna çatdırmaq istədiyimiz fikirlər var və dünən sıra gün biz onun yaranması haqqında, kimlər tərəfindən yaradılması haqqında məlumat verdik. Dünən isə onun məqsədləri, məramı haqqında sizə ümumi məlumat verdik. Bugün isə bu qrupların yaranmasının zəruriyyətindən hansı səbəblər oldu ki, bu nəticəyə biz varaq. Belə ki, əzizlərimiz, birinci növbədə bunun yaranmasının zəruriyyəti mövcud şəraitin, faktiki şəraitin bizə yaratdığı imkanlar bizə şərait yaratdı ki, bu əhəmiyyəti çox böyük olan belə bir işə biz gedək. Bu birinci növbədə onun əsas səbəblərindən biridir. İkincisi, insanların öz elinə, obasına, xalqına, dövlətinə, öz yaşadığı o əraziyə, kəndə, şəhərə, qəsəbə olan sevgidən irəli gəlir. Çünki əgər belə olmasaydı, heç bir insan təmənnasız bu məsələlərdə xidmət göstərməyi öz boynuna almazdı. Bir şey sizin nəzərinizə xüsusi olaraq çatdırmaq istəyirəm ki, burada cəm olan insanlar xidmət göstərmək istəyir. Yəni, istəyirlər ki, onların yaşadığı ərazidə insanlar daha yaxşı yaşasınlar, şəhərləri, kəndləri, küçələri, evləri daha abad olsun, yeni çağdaş dünyamıza uyğun infrastrukturlar qurulsun, yəni dəstək olsunlar və eyni zamanda istəyirlər ki, gələcək nəsilləri ki var, övladları daha yaxşı təhsil alsınlar, sürətli dəyişikliyə məruz qalan bugünkü dünyamızın müxtəlif sahələrində yeni ixtisaslar var ki, onlara bizim övladlarımız daha yaxşı puxtələşsin və mütəxəssis kimi yetişsinlər. Yəni, məqsədlər və deyərdim ki, istəklər bundan ibarətdir. Və hər bir el oğlumuz, hər bir vətən üçün sevgi sərgiləyən hər bir insanımızın istəyi bundan ibarətdir. Və həmin bütün bu gedişatda, ümumi bu gedişata öz xidmətlərini göstərmək istəyirlər. Təsəvvür edin, heç bir təmənna güdmədən, heç kimdən bir sağ ol istəmədən, heç kimdən bir nəyisə ummadan, şəffaf, tam, belə deyək də, bir aydın şəkildə bu işlərə hər kim nə dəstək verərsə, hesabatları səliqəli, hesabatları şəffaf şəkildə verib və bu xidmətləri təmənnasız öz cəmaatımıza, öz boya başa çatdığımız doğma kəndlərimizə, rayonumuza göstərmək istəyirik. Bunun zəruriyyəti budur və bunun əhəmiyyəti də elə bundan ibarətdir. Biz belə olandan sonra bu bizi hansı gətirib, hansı gözəlliklərə, hansı dəyərləri bizə gətirib çıxardacaq. O dəyərlər gətirib çıxardacaq, biz növbəti gənclik üçün, növbəti gələcəyi idarə edən insanlarımız üçün daha yaxşı nümunələr yarada bilərik. Daha yaxşı, belə deyək də, onlar üçün elə dəyərlər formalaşdıra bilərik ki, necə ki, bizim ata-babalarımız bizim üçün onu qoyub gediblər. Yəni, insanlara yaxşılıq etmək, insanların dərdinə yanmaq, müxtəlif sahələrdə
hər birimiz bir-birimizə kömək etmək. Bu ən gözəl bir nemətdir və bundan biz hər birimiz yararlanmalıyıq və əlimizdən gələni kömək etməliyik ki, biz bu dəyərləri saxlaya bilək. Və bu dəyərlərdir ki, bizi bu gün vadar edib ki, xalqımıza, dövlətimizə, məmləkətimizə olan məhəbbətə gətirib çıxardıb və eyni zamanda bu məhəbbət əsasında biz bu işləri görmək istəyirik. Ümidvaram inşallah gələn çəkilişlərimizdə daha başqa ümumi bu qrupun gördüyü işlər haqqında sizə məlumat verərik. Allah sizdən razı olsun. Allah sizi qorusun.